Bismillahirrahmanirrahim. Mübarək Ramazan ayının 23-cü gününə İslam alimlərinin əksəriyyətinin fikrincə 1000 aydan daha xeyirli olan Qədr gecəsinin ən güclü ehtimalına qədəm qoyuruq. Bu gecə mələklərin yer üzünə endiyi, taleylərin yazıldığı və keçmişin tamamilə silinib sıfırlandığı o həlledici gecədir. Əziz və dəyərli izləyicilər, İnsanın ən böyük düşməni kənarda deyil, öz daxilində daşıdığı, lakin etiraf etməkdən qorxduğu qüsurları və günahlarıdır. Biz çox vaxt insanların gözündə pak və təmiz görünürük, lakin öz qaranlıq otağımızda Rəbbimizlə baş-başa qalanda əsil üzümüzü, o dəhşətli xətalarımızı görür və utanırıq. Bu utanc isə bizi ya ümidsizliyə, ya da səmimi bir fəryada aparır. Bu gecə imsakın o dərin sükutunda göylərin qapıları məhz bu kirlərindən, daxili qüsurlarından qurtulmaq və yenidən doğulmaq istəyənlər üçün açılır. Bugün biz 23-cü günün günahları kökündən yuyan və qəlbləri imtihandan keçirən o sirli duasını kəşf edəcəyik. Sizinlə qiyamət günü yalnız kiçik günahları göstərilən, böyük günahlarından qorxudan titrəyən adamın Rəbbinin lütfu ilə bütün xətalarının necə savaba, yəni həsənata çevrildiyini öyrənəcəyik. Peyğəmbərimizin sallallahu aleyhi və alihi və səlləmin minbərə çıxaraq insanların aybını və qüsurunu axtaranlara qarşı etdiyi o sarsıdıcı xəbərdarlığı, öz evinin dörd divarı arasında belə rüsvay olma təhlükəsinin hikmətini dərk edəcəyik. Öz uşaqlarını ac yatırıb, qonaq yesin deyə gecə qaranlığında işığı söndürüb, yalandan ağzını tərpədən Əbu Təlhənin, səmada mələkləri heyrətə salan o nəhəng təqva sınağını eşidəcəksiniz. Və İmam Əlinin, aleyhissalam, sadəcə dillə əstəğfirullah deyən adama verdiyi ağır dərsi, eləcə də doğma qardaşı Əqilə qızmar dəmirlə yaşatdığı o sarsıdıcı təqva sınağını öyrənəcəyik. İndi bütün qüsurlarınızı və günahlarınızı Rəbbinizə təslim edin. Çünki ruhların yuyulma vaxtı gəldi. Ramazanın 23-cü günü imsaka oyanıb, sübhün alaqaranlığında səccadə üzərində əyləşdiyimiz zaman oxuduğumuz dua bizim mənəvi anatomiyamızı, qəlbimizin əməliyyat otağını təsvir edir. Gəlin bu möhtəşəm duanı birlikdə oxuyaq. Allahümmə ğsilni fihi minəz-zunub. Yəni, Allahım, bugün məni günahlardan yuyub təmizlə. Və tahhilni fihi minəl-uyub. Və məni bütün qüsurlarımdan, ayıblarımdan pak et. Vəmtəhin qalbi fihi bitaqvəl-qulub. Və bugün qəlbimi qəlblərin təqvası ilə imtihan et. Ya muqilə əthəratil muznibin. Ey günahkarların xətalarını, sürüşmələrini bağışlayan, görməzlikdən gələn Rəbbim. Duanın memarlığına diqqət edin. Biz əvvəlcə yuyulmaq istəyirik. Çünki günah ruhun üzərindəki palçıqdır. Sonra qüsurlardan təmizlənmək istəyirik. Çünki qüsur xasiyyətin xəstəliyidir. Və ən nəhayət, ya muqilə, yəni mənim bu ayaq sürüşmələrimi görməzlikdən gəlmə deyə Rəbbimizə sığınırıq. Biz məni günahlardan yuyub təmizlə deyirik. Lakin elə bilirik ki, Allah bizi ancaq cəzalandırmaq istəyir. Bəs səmimi bir peşmanlığın Allah qatında nələrə qadir olduğunu bilirikmi? Əbu Zərrin rəvayət etdiyi bu hədis Allahın yuyucu rəhminin miqyasını göstərir. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm buyurur. Qiyamət günü bir adam Allahın hüzuruna gətiriləcək. Allah mələklərə əmr edəcək. Bu qulumun böyük günahlarını ondan gizlədin. Sadəcə kiçik günahlarını ona göstərin. Mələklər adamın etdiyi xırda, kiçik günahları bir-bir oxuyacaqlar. Adam başını aşağı salıb, heç birini inkar edə bilməyərək, qorxu və dəhşət içində, bəli, ya Rəbb, etmişəm, deyə qəlbində titriyərək düşünəcək ki, hələ bunlar kiçik günahlardır. Birazdan böyük günahlar ortaya çıxanda mən mütləq cəhənnəmə gedəcəm.
Adam qorxudan əriyib yox olanda, aləmlərin Rəbbi o mütləq lütfünü bəyan edəcək. Ey qulum, sənin bu etdiyin hər bir günahın yerinə mən sənə bir savab, bir yaxşılıq yazdım. Günahlarını həsənata çevirdim. Bunu deyən adam birdən-birə qorxunu unudacaq və cəsarətlənərək deyəcək. Ya Rəbb, axı mənim elə böyük günahlarım var ki, mən onları burada görmürəm. Yəni onları da gətir, onlar da savaba çevrilsin. Əbu Zər deyir ki, Rasulullah sallallahu aleyhi və alihi və səlləm bu hədisi danışarkən o qədər səmimi güldü ki, azı dişləri göründü. Baxın, rəhmət budur. 23-cü günün imsakında məni yu deyəndə Allahdan sadəcə silinməyi deyil, o onsuz rəhmətin qüdrəti ilə günahlarınızın savaba çevrilməsini istəyirsiniz. Duanın ikinci hissəsində biz məni bütün qüsurlarımdan pak et deyirik. Ruyub, yəni ayıblar, qüsurlar insanın daxili eyibləridir. İnsanın ən böyük qüsuru nədir bilirsinizmi? Öz xətalarını, öz ayıblarını unudub, başqalarının qüsurlarını axtarmaq. Kainatın əfəndisinin sallallahu aleyhi və alihi və səlləmin rəvayət edilən bu qan donduran kəlamı qüsurlardan necə paklanmalı olduğumuzun əsil fəlsəfəsini bəyan edir. Bir gün Rəsulullah sallallahu aleyhi və alihi və səlləm məsciddə minbərə çıxdı. Səsi uzaqlardan eşidiləcək qədər yüksək, qətiyyətli və xəbərdar edici bir tonla xitab etdi. Ey dilləri ilə iman gətirib, iman hələ qəlblərinə daxil olmayan topluluğu! Müsəlmanlara qeybət edərək əziyyət verməyin, onları qınamayın və onların ayıblarını axtarmayın. Şübhəsiz ki, kim din qardaşının ayıbını axtararsa, Allah da onun ayıbını axtarar. Və Allah kimin ayıbını axtarıb təqib edərsə, onu öz evinin dörd divarı arasında belə, ən gizli otağında belə alçaldıb rüsva edər və rüsvay olar. Allahu Əkbər! Bu necə böyük bir hikmətdir. Biz bəzən elə bilirik ki, başqasının xətasını üzə çıxarmaqla, kiminsə ayıbını danışmaqla özümüzü təmizə çıxarırıq. Lakin Rəsulullah sallallahu aleyhi və alihi və səlləm deyir ki, qüsurlardan paklanmağın tək yolu başqasının qüsuruna kör olmaqdır. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm başqa bir mübarək kəlamında qurtuluşun sirrini belə açır. Nə xoş o adamın halına ki, öz ayıbları onu başqalarının qüsurlarını görməkdən uzaq tutub məşğul edib. Baxın, təmizlənmək budur. 23-cü günün imsakında məni qüsurlarımdan pak et deyəndə Rəbbinizə bunu deyirsiniz. Allahım, dilimi və gözümü başqalarının ayıbından qoru ki, sən də mənim ən gizli ayıblarımı evimin içində rüsvay etmə. Məni öz lütfünlə pakla. Duanın üçüncü hissəsində biz qəribə bir şey istəyirik. Qəlbimi təqva ilə imtahan et. Biz elə bilirik ki, təqva yalnız məsciddə ibadət etməkdir. Lakin təqva insanın öz ehtiyacı, öz acılığı və öz fədakarlığı ilə sınağa çəkildiyi yerdə parlayır. Rəvayət edilən Əbu Təlhə və yoldaşı Ümmü Süleymin hekayəsi Allahın qəlbləri necə imtihan etdiyinin ən nəhəng sübutudur. Bir gün ac, bitkin halda bir adam Rəsulullahın sallallahu aleyhi və alihi və səlləmin yanına gəldi. Peyğəmbər zövcələrinin otaqlarına xəbər göndərdi, lakin hər yerdən eyni cavab gəldi. Evdə sudan başqa heç nə yoxdur. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm məsciddəki səhabələrə tərəf dönüb dedi, bu gecə bu adamı Allah rızası üçün kim qonaq edəcək? Ənsarlardan Əbu Təlhə dərhal irəli atıldı. Mən edərəm ya Rasulallah. Əbu Təlhə qonağı evinə gətirdi. Xanımı Ümmü Süleymdən soruşdu. Evdə yeməyə nə var? Rəsulullahın qonağıdır. Qadın çox kədərli şəkildə pıçıldadı. Vallah, evdə sadəcə uşaqların doyması üçün çatacaq qədər bir qab yemək var. İkimizə isə heç nə yoxdur. Təsəvvür edin, təqva imtahanını. Qonaq ac, özləri ac, uşaqları ac. Lakin təqva, yəni Allah sevgisi, onların qəlbinə elə bir fədakarlıq qoydu ki, dünyanı heyrətə saldılar.
Əbu Təlhə xanımını o sarsıdıcı planı dedi. Uşaqları bir bəhanə ilə yatırt, qoy bu gecə ac yatsınlar. Qonaq gələndə yeməyi onun önünə qoy. Sonra çırağı yandırmaq bəhanəsi ilə çırağa toxun və onu söndür. Ev qaranlıq olsun. Biz qaranlıqda əlimizi yeməyə uzadıb, yalandan ağzımızı tərpədərik. Qonaq elə bilər ki, biz də yeyirik. Qoy o tox yatsın, biz ac. Allahu Əkbər. Belə də etdilər. Uşaqlar ac yatdı. Ər-arvad qaranlıqda, boşluqda əllərini tərpətdi. Qonaq isə tək başına o yeməyi yeyib doydu. Onlar bütün gecəni ac qaldılar. Səhər açıldı. Əbu Təlhə Rəsulullahın yanına gedəndə kainatın əfəndisinin üzündə nur parlayırdı. O gülümsəyərək Əbu Təlhəyə o kosmik müjdəni verdi. Ey Əbu Təlhə, bu gecə sizin qonağınıza qarşı etdiyiniz o fədakarlığa görə uca Allah təbəssüm etdi və sizdən çox razı qaldı. Baxın, təqva imtahanı budur. Qaranlıqda, heç kimin görmədiyi yerdə Allaha görə fədakarlıq etmək. 23-cü günün imsakında qəlbimi təqva ilə imtahan et deyəndə Rəbbinizə bunu deyirsiniz. Allahım, məni də Əbu Təlhə kimi, heç kimin məni görmədiyi anlarda öz nəfsimə, öz egoma dalib gəlməklə imtahan et. Biz qüsurlarımızdan təmizlənmək istəyəndə çox vaxt dilimizlə asanlıqla əstağfirullah, yəni Allah məni bağışlasın deyib, elə bilirik ki, iş bitdi. Lakin hikmət məktəbinin ustadı İmam Əli əleyhissalam qəlbin yuyulmasının belə ucuz olmadığını, bunun çox ağır bir fəlsəfə olduğunu bizə xatırladır. Nəhcül Bəlağənin hikmətlərində rəvayət edilir ki, bir gün İmam Əli bir adamın çox rahatlıqla, heç bir dərin his keçmədən əstağfirullah dediyini eşitdi. İmam ona tərəf döndü və o qan donduran həbərdarlığı etdi. Sən heç bilirsənmi istiğfar nədir? İstiğfar, bağışlanmaq istəmək, ən uca məqamlara çatanların dərəcəsidir. İmam Əli dərhal arxasınca əsl təmizlənmənin 6 ağır şərtini bəyan etdi. Sən əvvəlcə keçmişdə etdiyin günahlar üçün dərindən və şiddətlə peşiman olmalısan. O günahlara bir daha əsla qayıtmamağa qəti qərar verməlisən. Bütün insanların haqqını onlara qaytarmalısan ki, Allahın huzuruna üzərində heç bir qul haqqı olmadan gedəsən. Etdiyin bütün vacib ibadətlərin qəzalarını yerinə yetirməlisən. Haram loxmalarla bədənində yığılan əti günahın peşimanlığı və hüznü ilə əridib sümüklərinə yeni, halal ət geydirməlisən və nəhayət bədəninə günahın şirinliyini daddırdığın kimi Allaha itaətin, orucun, namazın əziyyətini də o bədənə daddırmalısan. Yalnız bu 6 şərtdən sonra sən dilinlə əstağfirullah deyə bilərsən. Baxın fəlsəfəyə. 23-cü günün duasında məni qüsurlarımdan təmizlə deyəndə sadəcə dilinizin ucu ilə deyil, İmam Əlinin buyurduğu kimi o günahın ağırlığını qəlbinizdə hiss edərək Rəbbinizə yalvarmalısınız. Bəs qəlbin o təqva imtahanı həqiqətən necə verilir? Dünyanın ən sevimli şeyləri, hətta öz doğma ailən səni sınağa çəkəndə o imtahandan necə keçmək olar? İmam Əlinin öz doğma qardaşı Əqil ilə yaşadığı bu sarsıdıcı hadisə təqvanın qan donduran zirvəsidir. İmam Əli əleyhissalam xəlifə olduğu dövrdə müsəlmanların xəzinəsi onun nəzarətində idi. Onun böyük qardaşı Əqil çox kasıblamışdı, uşaqları aclıq çəkirdi. Əqil gəlib qardaşından xəzinədən ona əlavə buğda və ya pul verməsini istədi. Dedi ki, mən sənin qardaşınam, uşaqlarım acdı, mənə müsəlmanların malından artıq pay ver. İmam Əli bu vəziyyətə çox üzüldü. Lakin o Allahın malını haqsız yerə heç qardaşına da verə bilməzdi. İmam Əli ona təqvanı elə bir əməli yolla öyrətdi ki, tarixin yaddaşından heç vaxt silinmədi. İmam Əli ocaqda bir dəmir parçasını qızartdı, o dəmiri odda tam qor halına gətirdi. Sonra onu maşa ilə tutaraq kör olan qardaşı Əqilə tərəf yaxınlaşdırdı. Əqil dəmirin hərarətini hiss edib yanacağını zənn edərək dəhşətlə qışqırdı və geri çəkildi. O an İmam Əli göyləri sarsıdan o tarixi cümləni bəyan etdi. Ey Əqil, sən bir insanın sadəcə əyləncə və ehtiyac üçün yandırdığı bu dünyəvi odun hərarətindən fəryad edib qaçırsan, bəs sən öz doğma qardaşını, yəni məni, cəbbar olan Allahın öz qəzəbi ilə yandırdığı o əbədi cəhənnəm oduna necə sürükləmək istəyirsən? Sən bu kiçik oda dözə bilmirsən, bəs mən o böyük oda necə dözüm? Allahu Əkbər, təqva imtahanı məhz budur. Qardaşı ac olsa belə, qəlbini Allah qorxusu ilə imtahan edib haqqı tapdalamamaq.
23-cü günün imsakında siz Rəbbinizə məhz bunu deyirsiniz. Allahım, məni günahlardan yu, qüsurlardan təmizlə, qəlbimi təqva ilə imtahan et və ayaq sürüşmələrimi mərhəmətinlə örtüb məni bağışla. İndi dərindən, aramla bir nəfəs alın. İçinizdəki o xətaların ağırlığını, keçmişin qaranlıq sirlərini və ümidsizliyi bu nəfəslə çölə atmağa hazırlaşın. Gözlərinizi yüngülcə qapayın. Özünüzü imsakın o dərin, mistik sükutunda təsəvvür edin. 23-cü gecənin, bəlkə də Qədr gecəsinin o mütləq nuru yorğun qəlbinizi yuyub təmizləmək üçün süzülür. Biz günahların sıfırlandığı günlərdəyik. Birincisi, səmimiyyətlə təmizlənin. 23-cü günün duasını pıçıldayın. Allahım, məni günahlardan yu. Qiyamət günü böyük günahlarından qorxudan titrəyən, amma Allahın lütfü ilə xətaları savaba çevrilən o adamı xatırlayın. Qəlbinizi Rəbbinizə elə səmimi bağlayın ki, o sizin günahlarınızı bağışlamaqla qalmasın, lütfü ilə həsənata çevirsin. İkincisi, başqalarının qüsurunu axtarmayın. Peyğəmbərimizin minbərdən etdiyi o xəbərdarlığı xatırlayın. Qəlbini qüsurlardan pak etmək istəyən adam başqasının ayıbına kör olar. Öz evinizin içində rüsvay olmamaq üçün dilinizi və gözünüzü insanların qüsurlarından çəkin. Üçüncüsü, təqvanızı qaranlıqda imtahan edin. Evində qonaq yeyə bilsin deyə işığı söndürüb özü və uşaqları ac yatan Əbu Təlhəni və qardaşı Əqilə qızmar dəmir yaxınlaşdıran İmam Əlinin qorxusunu xatırlayın. Təqva, qaranlıqda belə fədakarlıq etmək və Allaha sadiq qalmaqdır. Siz bu qaranlıqda tək deyilsiniz. Siz imsakın nuru ilə oyanan, qüsurlarını etiraf edərək Rəbbinin rəhmət dəryasında yuyunmaq istəyən xüsusi bir bəndəsiniz. Əgər bu video qəlbinizdəki o yükü yuyub aparıbsa, sizə günahların ağırlığından qurtulub Allahın sarsılmaz mərhəmətinə sığınmaq cəsarəti veribsə, zəhmət olmasa bəyənərək və bizə abunə olaraq mənəvi səyahətimizə dəstək olun. Və rəy bölməsində onun mütləq əfvinə olan ehtiyacınızı bəyan etmək üçün bu cümləni yazın. Allahım, məni günahlardan yu, qüsurlardan təmizlə. Qəlbimi təqva ilə imtahan et və ayaq sürüşmələrimi mərhəmətinlə örtüb məni bağışla. Oruclarınız qəbul, dualarınız müstəcab və ruhunuz daim tərtəmiz olsun. Allahummə səlli ələ səyyidinə Muhammedin və alə əli səyyidinə Muhammed. Hələlik. Allah amanında.